Salam, hörmətli tamaşaçılar. İlkiniz TV efirdədir. Vətəndaş mövqeyinin qonağı, siyasi şərhçi, Milli Məclisin deputatı Azər Allahverənovdur. Salam, Azər müəllim, xoş gəlmisiniz. Salam, xoş gününüz olsun. Azər müəllim, bilirsiniz ki, Ermənistan təxribata əl atır. Onların havadarlarının sayəsində şərti sərhəddə hücum silahları ilə silahlandırılır və bugün də artıq onlar təlimə başlayıblar. Ermənistan sülhdən niyə yayınır? Ermənistanın təmiri ilə bax bununla yoğrulubdur ki, başqa bir dövlətlərin ərazisi hesabına öz üçün bir dövlət qursunlar, maksimum çalışsınlar ki, bu dövlətin ərazisini artırsınlar və nəticə etibarilə də beynəlxalq münasibətlər sistemində əgər dövlət subyekti olmasa da belə, hansısa bir dövlətlərin maraqlarını təmin edən, müəyyən mənada həmin dövlətlərin forpostu funksiyasını yerinə yetirən bir dövlət olsun. Yəni, onlar üçün önəmli deyil ki, onlar dövlət subyektidir. Onlar üçün önəmli deyil ki, onlar beynəlxalq münasibətlər sistemində beynəlxalq hüququn verdiyi imkanlar daxilində inkişaf edən bir dövlət olsun və bir erməni xalq olsun. Çünki təcrübə də göstərir və ən azından 30 ildən çox bir işğal dövründə onu göstərir ki, bu millət heç bir zaman sülh və ədalət prinsiplərinə sadiq şəkildə yaşamaq arzusunda deyil. Yəni, ən azından biz, hətta indi mən 30 illik bir işğal dövrünü belə deyək də təxmin olaraq vurğuladım, amma gəlin bir baxaq, görək ümumiyyətlə 20-ci əsrdə nə baş verirdi. Yəni, dünyada terror təşkilatı kimi tanınan bir çox terror təşkilatları məhz erməni əsilli terror təşkilatlarıdır. Zamanında Daşnaksusun yaratdığı ayrı-ayrı hərbi birləşmələr, sonraki mərhələlərdə 20-ci əsrdə yenə təsadüf edən Asala təşkilatının yaradılması, Qınçaq təşkilatının yaradılması. Siz fikir verin, harada terror hadisəsi varsa, tutaq ki, başqa millətlərə qarşı heç mütləq deyil ki, bu Azərbaycanlı olsun və ya bu Türk olsun. Orada erməni dəstək Orada erməni dəstək xətti var və hətta maraqlısı olur ki, hansısa terror təşkilatını, məsəl üçün, elə bugün özündə götürsək, ayrı-ayrı yaxın şərqdəki olan terror təşkilatlarının biz fəaliyyətinə nəzər salsaq, görərik ki, bunlar ya Asalanın düşərgələrində təlim keçirlər, ya Asalanın təlimatçıları, həm də bunların təlimatçılarıdır. Bəzi hallarda o terror hadisəsinin dəstək xəttinə də baxanda görürük ki, bu eyni deməli xətdir. Çox uzağa getmək elə bu yaxınlarda yadınıza düşür, bizim səfirliyə hücum olmuşdu Beyrutda. Bəli. Və fikir verdisə o Beyrutda o hadisələrin necə inkişaf etməsinə biz nəzər salsaq, görərik ki, konkret düşünülmüş, sistemli şəkildə bəlli bir terror hadisəsi idi. Və eyni sxem deyək, bizim digər səfirliklərə hücumlar olan zaman sadəcə olaraq şüarlar dəyişirdi. Amma fikir verin, birində konkret olaraq deyək, hədəf Azərbaycan Respublikası götürülürsə və burada daha çox ön plana çəkilirsə, deyək, Qarabağda yaşayan erməni əsilli şəxslərlə bağlı olan məsələlər, amma digər Avropa ölkələrində bizim səfirliklərə hücumlar olanda orada başqa zəmində olur, İslam zəmində və s. Amma mahiyyət etibarilə eynidir. Bunlar bir mərkəzdən idarə olunduğu bəllidir. İndi bütün bu hadisələr fonunda və bir çox beynəlxalq müstəvidə çox saylı terror hadisələrinin törədilməsində iştiraki olan təşkilatların Ermənistan Respublikasının siyasi elitasına, erməni kilsəsinə bağlı olduğunu biz bilə-bilə, biz Ermənistan tərəfi necə deyə bilər ki, onlar sülh tərəfdarıdırlar. Əgər onlar hərbi yolla bu və ya digər formada siyasi məqsədlərinə çatmaq istəyirlərsə və bunun üçün insanların kütləvi qırğınından belə çəkinmirlər. Misal üçün, Xocalıda olmuş hadisə kimi, misal üçün, Serj Sarkisyanın etirafları var. Yəni, Azərbaycan xalqının iradəsini sındırmaq, Azərbaycan xalqının gözünü qorxutmaqdan ötürü biz Xocalı sakinlərinə, dinc sakinlərinə qarşı, bax, həmin o hərbi cinayətlər törətmiş olduq. Yəni, faktiki olaraq bunu boyuna almış bir siyasi elitanın təmsilçiləri, onlar necə sonra gedib hansısa beynəlxalq platformalarda özünün sülh tərəfdarı kimi göstərə bilər. Yəni, sözlə əməl üst-üstə gəlmir. Və Ermənistanla bağlı ümumiyyətlə çox maraqlı bir situasiya onunla əlaqədardır ki, bugün Ermənistanda çox tirəlik var. Ermənistan siyasi elitası monolit deyil. Ermənistanın baş naziri bir şey fikirləşir, bir şey deyir,
amma tamamilə başqa bir addım atır. İndi fikir verin, həmən şəxs ölkənin baş naziridir. Gəlin baxaq ölkənin spikeri, deyək Alen Simonyan. O da eyni ilə tamamilə bir şey fikirləşir, tamamilə başqa bir şey deyir, tamamilə başqa bir addım atır. Və onun dediklərindən baş nazirin dediyi üst-üstə düşmür. Onun atdığı adımlarla baş nazirin dedikləri üst-üstə düşmür. Və ya götürək ki, Xarici İşlər Nazirini götürək, Ararat Mirzoyanın. Eyni ilə də onun dedikləri də bu ikisinin dediklərinin üst-üstə düşmür. Və belə bir situasiyada çox maraqlı sual çıxır ortalığa. Belə bu o demək deyilmi ki, siyasi elitasında təmsil olunan şəxslər ayrı-ayrı güc mərkəzlərinə bağlı olan insanlardır. İdarə olunur. Ayrı-ayrı güc mərkəzləri tərəfindən idarə olunurlar. Ayrı-ayrı güc mərkəzlərinin maraqlarını tərənnüm edir və təmsil edirlər. Və təbii ki, həmin tərəflərin də maraqlarını qoruyurlar. Amma bunu müxtəlif yollarla və müxtəlif üsullarla həyata keçirirlər. Belə olduğu təqdirdə nə qədər bütün bu deyilənlər, atılan addımlar ciddi qəbul oluna bilər? Bu məsələnin bir tərəfi. Götürək 2020-ci il 44 günlük vətən müharibəsinə qədər. Ermənistanın bir neçə siyasi hakimiyyətin dəyişməsi fonunda və s. və ilaxır. Yenə də bir addım belə sülhə doğru onlar hər hansı bir hərəkətə yol vermədilər. Əksinə 44 günlük vətən müharibəsindən öncə Tovuz hadisələrini biz götürsək, orada Ermənistanın deməli tanıyan Müdafiə Nazirinin bir məşhur bir çıxışı oldu ki, biz yeni torpaqlar almalıyıq, əks halda Azərbaycana təsir edə bilmərik, təzyiq eləyə bilmərik və s. və ilaxır. Az qala dənizdən dənizə Ermənistan deməli uydurulmuş bir konsepsiyanın tətbiqinə çalışacağıq. Kür boyu və s. və Kürün cənub hissəsi, şimal hissəsi belə bir sərsəm ideyalar və fikirlər səsləndirməyə başladı. Nəticə etibarı bunu göstərdi ki, Ermənistan heç bir zaman geri çəkilmə niyyətində də deyil. Baxmayaraq ki, BMT-nin 4 qətnaməsi var, baxmayaraq ki, ATƏT-in ayrı-ayrı institutlarının deyək bununla bağlı qətnamələri var. Amma Ermənistan həmişəki Ermənistandır. Və yaxud siz sual verdiniz ki, bəs niyə belə eləyir? Çünki o xisləti odur. Yəni Ermənistan qarşısında güc görmədikcə biraz sərt səslənə bilər, amma mən çalışacağım sərt ifadələrdən istifadə eləməyim. Amma azğınlaşa bilir. Və xüsusilə də bu havadarlar buna dəstək olduqda, necə ki zamanında 90-cı illərin ikinci yarısında, elə 90-cı ilin birinci yarısı, birinci Qarabağ savaşında da çox yaxşı dəstəklər oldu. Məhz həmin dövlətin hərbi birləşmələri hesabına da bizim bəzi rayonlarımız belə işğal olundu. Xocalı hadisəsi də bəllidir, hansı alayın iştirakı ilə baş vermişdi. Və bundan sonraki dövrlərdə yeni nəzər saldı, görür ki, hər dəfə bunlara hərbi dəstək olduğu təqdirdə siyasi dəstək öz yerində o zaten həmişə var. Hərbi dəstək olduğu təqdirdə bunlar başlayırlar azınlaşmağa, cürbəcür sərsəm siyasi bəyanatlar səsləndirməyə və bu günün özündə isə, yəni artıq 44 günlük vətən müharibəsi başa çatıb. Bizim 2023-cü ildə sentyabrda antiterror tədbirlərimiz başa çatıb. Azərbaycan ərazi bütövlüyü tam təmin olunubdur. Və bugün artıq normal danışıqlar müstəvisində biz Qazaxda deməli sərhəddə yerləşən 4 kəndin işğal altında 14 kəndin geri qaytarılmasına nail olmuşuq. İki dövlət arasında əgər bu günə qədər dilə gətirirdi ki, iki şərti sərhəd var, amma o Qazax istiqamətində 13 kilometrlik bir delimitasiya demarkasiya olunmuş bir ərazi artıq var ki, bundan da ümumi razılığa gəlinibdir. İki dövlətin müvafiq qurumlarının təmsilçilərinin iştirakı ilə keçirilən deməli işçi qrupun görüşlərinin nəticəsində. Yəni bu kimi müsbət hadisələr fonunda yaxşı olardı ki, Ermənistanda praqmatik qüvvələr özünün siyasi hakimiyyətinə bu və digər formada təsir etmiş olardı ki, yəni təcrübə göstərir ki, hərbi dillə Azərbaycanla danışmaq olmaz, təzyiq dili ilə Azərbaycanla danışmaq olmaz, hansısa uydurulmuş genosid, soyqırımı və digər məsələləri ön plana çəkmədən normal gələcəyə hesablanmış, perspektivə hesablanmış bir danışıqlar predmeti üzərində fəaliyyət göstərmək olar. Bu danışıqlar predmeti də eyni zamanda kommunikasiyaların açılması ola bilər. Bu Ermənistan dövlətinə əlavə gəlir deməkdir, əlavə vəsait deməkdir.
Bu erməni xalqının rifahının yaxşılaşdırması deməkdir. Yəni bunu normal düşüncəyə sahib olan insan belə düşünər ki, mənim qonşularım var və mən bu qonşularımla sülh şəraitində yaşamalıyam. Amma bunun ətrafındakı olan qonşuları biz nəzər saldıqda görürük ki, Azərbaycan, Türkiyə deyək, bəllidir, bu tandem hansı münasibətlərdədir Ermənistanla. Gürcüstanla da münasibətlər elə də normal deyil və mənim yadıma düşür ki, həmişə Gürcüstandan olan ekspertlərimiz deyirdi ki, siz bizim qanımızın arasından girdiniz. Çünki Qarabağla bağlı hadisələr başlamasaydı, Samsun Cavaketi ilə hadisələr başlaya bilərdi və o orada partlayan minadır və Gürcüstan hökuməti çox uğurlu şəkildə imkan vermir ki, o separatçılıq orada bu və digər formada baş qaldırsın. Eyni zamanda Ermənistan da əvvəlki Ermənistan deyil də, yəni baxdıqda, yəni 80-ci illərin sonları, 90-cı illərin əvvəlləri. Yəni Azərbaycanın dəmir yumruğu burada öz sözünü deyibdir və onlar başa düşürlər ki, Ruslarda bir dənə yaxşı bir misal var, deyirlər ki, не наступать дважды на одни и те же грабли. Yəni iki dəfə eyni otu təmizləyən dımırğa basmaq olmaz da. Bu çox təhlükəlidir. Ermənistan bəlkə də bundan nəticə çıxardır. Əgər nəticə çıxardırsa, bunun özü uğurdur. Yəni belə baxdıqda. Və hesab edirəm ki, Azərbaycan-Ermənistan arasında bu saat gedən proseslər məhz ona hesablanıb ki, Ermənistan Azərbaycanın sülh gündəliyini, yəni əvvəl ilk mərhələdə Azərbaycanın 44 günlük Vətən müharibəsindən sonra irəli sürdüyü sülh gündəliyi 5 prinsipdən ibarət olan bir sənəddir ki, bunu Ermənistan demək olar ki, əsasən qəbul edibdir. Sonraki mərhələdə bu sülh sənədi böyüdü, 16-17 maddədən ibarət bir sənədə çevrildi. Və bunun da içində harca 3 element hələm razılaşdırılmayıbdır. Yerdə qalan deyə 13 elementlə bağlı ümumi razılıq var. Bu onu göstərir ki, Ermənistanın bugün konstitusiyadan bağlı atacağı addım olduqca vacibdir. Bu birinci. Çünki bu avtomatik olaraq ərazi iddiasında olmadığını göstərən bir haldır. Digər tərəfdən bunun sənəddə dəyişməklə yanaşı, yəni bu bir tarixi səhvi düzəltməkdir. Gələcəyə hesablanacaq növbəti, deyək, digər bir prinsip qarşı tərəfin ərazi bütövlüyünün tanınması və onun torpağına ərazi iddiası olmadığını verbal şəkildə, yox yazılı şəkildə ifadə etmək. Necə ki, müxtəlif beynəlxalq platformalarda bunu verbal deyir Nikol Paşinyan, amma yazılı şəkildə hələlik ki, Ermənistan tərəfi üzərinə belə bir deməli məsuliyyəti götürmür. Üçüncü bir məsələ burada Zəngəzur dəhlizi ilə bağlı məsələdir ki, yəni bax bu üç prinsipial məsələlər ətrafında müəyyən proseslər gedir. İndi də onlar növbəti addım atırlar. Növbəti addım da o deməkdir ki, yenə Azərbaycana qarşı bir uydurulmuş bir təzminat iddiasından çıxış etmək istəyirlər. Halbuki 30 il ərzində Azərbaycana vurduqları zərərin həcmi təqribi hesablamalara görə 600 milyarddan 800 milyarda qədərdir ki, yəni bunun böyüyəcəyini heç mən şübhə etmirəm. Çünki iş hələm yekunlaşmayıbdır və ilkin qiymətləndirmələr aparılıb, son qiymətləndirmələr hələm tam yerinə yetirilməyibdir və bəlli məsələdir ki, Ermənistan tərəfi bax bu deməli faktla üz-üzə qaldıqda və beynəlxalq məhkəmənin tribunalarından Azərbaycanın bu kimi iddialarına cavab verməli olduğu təqdirdə mən düşünürəm ki, Ermənistan çox çətin bir duruma düşmüş olacaqdır. İndi bunu başa düşürlərmi Ermənistanda? Bu da yenə sual altındadır. Çünki onlar fikirləşirlər ki, necə ki həmişə hər şeydən yayınıblar, öz havadarlarının sayəsində, bugün də ondan yayına bilərlər. Necə ki həmişə havadarların hesabına silahlanıblar, bugün də silahlanıb və səhərsi günü revanşist əhval-ruhiyyəni yenidən gücləndirmiş olsunlar. Fikirləşirlər ki, onlarda revanşist əhval-ruhiyyə nə qədər güclü olarsa, bir o qədər Azərbaycana təzyiq etmək imkanı qazanmış olurlar. Amma bircə şeyi yaddan çıxardırlar ki, BMT-nin nizamnaməsinin 51-ci maddəsi var və Azərbaycan özünü müdafiə etmək hüququndan çox rahat şəkildə istifadə edə bilər və Azərbaycan ərazi bütövlüyünə hər hansı bir təhdidlər varsa, həmin atəş nöqtələrini adekvat yox, yəni ondan bir neçə dəfə artıq misli ilə susturma iqtidarında olan bir dövlət. Yəni burada hərbi gücləri heç qəti surətdə də müqayisə olunmaz dərəcədə fərqlidir. Heç bu barədə də biz danışmırıq. Və bu gün də növbəti istiriya bunlarda baş qaldırdı. Bizdə
bu hərbi silahların sərgisi keçirilirdi. Xüsusilə də Azərbaycanın istehsal etdiyi silahlardan söhbət gedir. Artıq bu yeni bir isteriyaya səbəb oldu və mən qulaq asıram Ermənistanın hərbi ekspertlərinin çıxışlarına bununla bağlı. Onlar artıq həyəcan təbili çalmaqdadılar. Təbii ki, həyəcan təbili həm öz hökumətinə, siyasi hakimiyyətə səsləndirirlər bu həyəcan dolu fikirlərini. Həm də havadarlarına mesaj verirlər ki, görürsünüz də Azərbaycan necə silahlanır, Azərbaycan necə yeni silahlar nəinki əldə edir, istehsal da edir belə falan. Bir vaxtı hansısa bir şirkətin, Kanada şirkətinin deməli bu optik cihazlarla məşğul olan Kanada şirkəti Bayraqdarda bildiniz ki, o optik göz var. Onun 44 günlük Vətən müharibəsində Azərbaycan Bayraqdardan geniş istifadə etdiyi üçün Kanada həmin deməli onu qadağan etmiş oldu Bayraqdarda istifadə etməyə. Buna cavab olaraq Türkiyənin müvafiq silah sənayesi ilə məşğul olan qurumları həmin o optik gözləri özləri istehsal etməyə başladılar. Bu gün isə biz artıq Bayraqlar Azərbaycanda istehsal edirik. Yəni dünya inkişaf edir, texnologiyalar inkişaf edir və Azərbaycan sürətlə gedir bu istiqamətdə və düşünürəm ki, Ermənistan hələm də özünün o 80-ci il əvvəllərdə olduğu Miatsum ideologiyası ətrafında bir geridə qalmış, bir 3-10 illik geridə qalmış bir dövlət obrazını yaratmaqdadır və siz fikir versəz Ermənistandan gedən deməli süjetlərə, reportajlara siz fikir verin. Yəni dünya artıq 21-ci əsrdədir. 2024-cü ildir. Azərbaycanda böyük bir tədbir keçirir COP29 məsələn. Ermənistan hardadır? Bəli, və elə onu deyəcəyəm ki, qəlbəmizə həzm eləyə bilməyən həm dövlətlər var, həm də Ermənistan hələ də həzm eləyə bilmir. 30 ildən sonra Azərbaycan necə oldu ki, buna nail oldu? Və noyabrda COP29 keçiriləcəkdir. Sizcə Ermənistanın bu antikampaniyaları, hücum silahları ilə təlimlərə başlaması, bir neçə gündür Naxçıvan istiqamətində atəşkəsin pozulması bizi də narahat eləyir və COP29-a necə təsir eləyəcək? Düşünürəm ki, Ermənistan təxribatları sırf COP29-la bağlı eləmir. Təbii ki, COP29 öncəsi hansı bir gərgin mühitin yaradılmasında maraqlıdır. Və sanki bu yolla da fikirləşir ki, Azərbaycanı hansısa güzəştlərə getməyə vadar eləyə bilər. Amma Azərbaycan bugünə qədər nəyə nail olubsa, eyni ilə də güzəştləri də həmişə Ermənistan tərəfinə edibdir. Misal üçün, siz sual verə bilərsiniz, hansı güzəştlərdən söhbət gedir də? 44 günlük Vətən müharibəsinin nəticəsi olaraq biz Rusiyanın sülh məramlı kontingentinin yerləşdiyi əraziyə daxil olmadıq. Bilirdik ki, orada 15 mindən yuxarı Ermənistanın hərbi birləşmələri var idi. Hansı ki, onların orada məhv edilməsi baş verə bilərdi. Biz bilirdik ki, Xankəndində aşağı-yuxarı 20-30 min mülki şəxs yaşayırdı. Onlar təhlükə altında ola bilərdi. Biz bunu etmədik. Biz əksinə şərait yaratdıq ki, həmin hərbi birləşmələr, həmin o 23 saatlıq antiterror tədbirləri nəticəsində həmin əraziləri tərk eləsinlər. Biz eyni zamanda erməni əsilli Qarabağ sakinlərinə şərait yaratdıq ki, onlar orada qalsınlar. Hansın ki, onlar bizim soydaşlarımıza 88-89-cu il hadisələrində eləməmişdilər. Biz portal açdıq ki, hətta getdikdən sonra belə qeydiyyata düşüb, yəni qayıtmaq istəsələr biz ona şərait yaradıq. Biz onların qayıdışının təhlükəsiz və ləyaqətli olmasına şərait yaradır. Və bugün də onların evləri ağzı bağlı, qapıları bağlı, hər şey necə qoyublarsa eləcə də durur. Azərbaycan hökuməti həmin evlərin toxunulmazlığını belə təmin edir. Hansı ki, heç o evlərin böyük əksəriyyəti elə Xankəndindən məcburi şəkildə çıxardılmış, qovulmuş Azərbaycanlıların evləridir. Eyni ilə də Ağdərəsində və digər yerlərdə. Və belə olduğu təqdirdə bu güzəşt deyilmi? Ermənistan tərəfindən güzəştdir. Və digər güzəştlərdə mən sadalaya bilərəm. Amma Ermənistan COP öncəsi çalışır ki, biraz gərgin bir vəziyyət yaratsın. Bundan da maksimum sülh sazişini bağlamaq və ya sülh sazişini aparan yolda hansı sülh sənədi, bir çərçivə sənədini
bağlanmasını ləngitmək və bununla da vaxt tutmaq niyyətindədir. Çünki hesab edirlər ki, onlar əgər 44 günlük Vətən müharibəsindən sonra müəyyən mənada o şokdan çıxmış oldularsa, biraz da vaxt lazımdır ki, onlar daha da yaxşı silahlansınlar. Daha da öz ətrafında bir koalisiya yaratsınlar. Erməni lehinə olan bir koalisiya. Və bununla da artıq hansısa bir formada gedən proseslərdə öz təsirini göstərsinlər. Və ya təzyiqini. Amma burada da yanılırlar. Nə üçün? Çünki birincisi, nə qədər silah alsanız da belə, burada insan resursları söhbəti var. Burada peşəkar ordu məsələsi var. Qisas planı hazırlayırlar. Təbii. Müəyyən dairələr istisna deyil ki, o qisas planı üzərində işləyirlər. Amma nə dərəcədə o planı reallaşdıra bilərlər, o başqa məsələ. Mən misal üçün çox %100 əminəm ki, siz dediyiniz Naxçıvan istiqamətində, Daşkəsən və ya Kəlbəcər istiqamətində törətdikləri təxribat xarakterli hərəkətlər o geniş miqyaslı hərbi əməliyyatların başlanmasına hesablanmır. O daha çox bizim ordunun ayıq-sayıqlığını yoxlamaq, bizim nəbzimizi öyrənmək məqsədi ilə deməli atılan atəşlərdir ki, yəni Azərbaycan tərəfi çox məharətlə və çox peşəkarcasına həmin atəş nöqtələrini susdurur. Bu məsələnin bir tərəfidir. Geniş miqyaslı hərbi əməliyyatlar aparmaq iqtidarında deyil ümumiyyətlə Ermənistan və Ermənistan indən belə erməni hərbi ekspertlərinin özlərinin boynuna aldıqlarına görə indən belə bir 40-50 il lazımdır ki, onlar özlərinə gəlsin. Bəli, özlərinə bir hərbi güc nöqteyi nəzərdən özlərinə gəlsinlər. Hətta belə bir şey də deyirlər ki, əgər Azərbaycan buna 30 il hazırlaşıbdırsa, öz resursları ilə, maliyyəsi ilə, nefti ilə, qazı ilə belə bir fikirlə səslənirlər. Bizə ən azı 50 il lazımdır. Nə nefti var, nə qazı var, nə insan resursları var. Yəni, kasıb dilənçi bir vəziyyətdən düşən bir ölkə. Elə o məzlum obrazını yaratmaqla beynəlxalq münasibətlər sistemində bugün heç ümumiyyətlə Ermənistanın adını eşitməyən, Ermənistanın harada olmasından bir xəbər olan, hətta bəzi dövlətlərin siyasi mərkəzləri, güc strukturları, nə bilim, parlament təmsilçiləri Ermənistanla bağlı fikirlər söyləyirlər. Hətta bəzi hallarda biz belə bir fikir də söyləyirik ki, bəzi dövlətlərin, hətta birinci şəxsləri belə ermənidən çox erməni olmağa cəhd edir. Yəni, ermənidən çox erməni olmaq mümkün deyildi. Amma hətta buna da belə cəhdlər var və bu da çox səhv deməli yanaşmadır və bu da Ermənistanı demək olar ki, həmin o dediyimiz sıldırım qayadan yuvarlana biləcək bir səviyyə tərzə gətirir. Hələ bəlkə də artıq yuvarlanıb Ermənistan, sadəcə özünün bundan xəbəri yoxdur. Və nə zaman Ermənistan bundan çıxa bilər və necə çıxa bilər, nə zaman çıxmağını, necə çıxmağından asılı olduğunu deyə bilər Ermənistan. Amma necə çıxmağı da qonşularla sülh şəraitində yaşamaqla, qonşularla birgə o gedən, reallaşan böyük geosiyasi layihələrə qoşulmaqla, regional, transmilli, beynəlxalq layihələrdə iştirak etməklə. Amma bu da yenə də sülh mövqeyinə və sülh niyyətinə irəli gələn bir məsələdir. Çox sağ olun, təşəkkür edirəm Azər müəllim. Hörmətli tamaşaçılar, qonağımız Milli Məclisin deputatı, siyasi şərhçi Azər Allahverənov idi. Təşəkkür edirəm. Sağ olun.